Salam, hər vaxtınız xeyirli olsun. Belə bir maraqlı sualın izahına baxaq. Deməli bizə deyir 2 üstü x vurulsun, 3 üstü y vurulsun, 5 üstü z 13. 14 üstü x, 21 üstü y, 35 üstü z hasili 91 olarsa x üstü gəl y üstü z cəmi neçə olar? Biz əvvəlcə verilən ikinci bərabərlikdə biraz sadələşdirək. 14 üstü x-i sadə vurgulara ayırsaq, olacaq 2 üstü x vur 7 üstü x, yəni 14 2 vur 7 asılı olduğu üçün 21 üstü y yazıram, 21 3 vur 7 ise 3 üstündə y vurulsun 7 üstü y, 35 də 5 vur 7'dir, 5 üstündə z vur 7 üstündə z bərabərdir. 91 də 7 vur 13'dür. 2 üstü x, 3 üstü y, 5 üstü z. Biz bunu ayırsaq, bir qırağa yazaq. 7 üstü x, 7 üstü y, 7 üstü z'i də ayrı yazaq. Bərabərdir. 7 vurulsun 13. Bizə bunu 13 verib, onda olacaq 13 vurulsun. Və bu da bizdə hasildir. Üstlər toplanacaq. 7 üstə gəl x, üstə gəl y. 7 üstündə x plus y plus z bərabərdir 7 vur 13. Və buradan 13'ləri biz ixtisar eləsək, atsaq, nə qalır? 7 üstündə x plus y plus z bərabərdir 7'ye. Yəni 7 üstündə 1'dir də. Buradan da x üstə gəl y, üstə gəl z olacaq 1.